Çiyələk mürəbbəniz qaralır və əzilir. Bu üsulla hazırlayın, çiyələklər dənə-dənə, rəngi də qıpqırmızı qalacaq. Əvvəlcə çiyələkləri təmiz-təmiz yuyub aş süzənə əlavə edirəm, daha sonra isə saplalarından təmizləyirəm. 1 kiloqram təmizlənmiş meyvəyə 900 qram şəkər tozu əlavə edirəm. Çiyələyi hər zaman axşamdan təmizləyirəm, üzərinə də şəkər tozunu əlavə edib səhərə kimi saxlayıram. Səhəri gün isə bişirməyə başlayıram. Gördüyünüz kimi öz suyunu çox gözəl çıxarır. Əvvəlcə ocağı yandırıb çox az atəşdə şirə tam əriyənədək mürəbbəni ocağın üzərində saxlayıram. Şəkəri tam əriyib artıq qaynamağa düşmək istəyəndə ocağı söndürüb tam soyuyana qədər gözlədirəm. Meyvələrin əzilməməsi üçün qətiyyən qaşıq vurmuram. Sadəcə ləyəni gedib gəlib tərpədirəm. Soyduqdan sonra ikinci dəfə də ocağı yerləşdirib gür atəşdə 5-6 dəqiqə müddətində qaynadıb soyduram. Üçüncü mərhələdə isə tam hazır olana qədər bişirirəm. İkinci, üçüncü mərhələdə mürəbbəni gür odda bişirirəm. Mürəbbənin qaralmaması üçün çalışın bişirərkən meyvəni 2 kiloqramdan artıq bişirməyin. Qaşıq vurmadan gördüyünüz şəkildə qarışdırıram. Son olaraq da hazır olmağını bu cür bilirəm. 1-2 damla salfetin üzərinə əlavə edirəm. Əgər həmin o damlalar yayılmırsa, demək mürəbbə hazırdır. Ən sonda da mürəbbənin rənginin şəffaf olması və xarlanmaması üçün üzərinə yarım çay qaşığı limon duzu əlavə edirəm. Ləyəni tərpədib 1 dəqiqə qaynadıb söndürürəm. Üzərində olan artıq kəflərini də salfet vasitəsilə yığıram. Sonda isə bu gözəl nəticəni sizə göstərirəm. Çiyələklər dənə-dənə, rəngi isə tam qıpqırmızıdır. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin, hələlik.